Sahibkarlıq fəaliyyəti göstərmək istəyirlər, lakin bilmirlər ki, qaydalara, qanunlara əməl etməməklə insanların həyatını təhlükəyə atmaqla bu işi görmək yol verilməzdir. Abşeron rayonu Xırdalan şəhəri Qalıbiyə 39 ünvanında 5 mərtəbəli yaşayış binasının təməlinə ziyan vuran şəxslərə necə icazə verilib? İzləyək. 60-cı illərin binasıdır. Çökə də bilər, dağıla da bilər, sına da bilər. Bura sizindir. Hə. Binanın altı. Hə. Hapçı bunu yığışdır. Hansı təhlükə var hazırda? Heç bir təhlükə yoxdur. Onların beton hissələri və bünövrə hissələri dağılan zaman binanın ümumi dayanıqlığını pozur. Obyekt tikmək məqsədi ilə yaşayış binasının təməl hissəsində qazınış işləri aparıblar. Siz qazmısınız da buranı? Hə, mən qazmışım. Nə məqsədlə qazmısınız? Binamın altında sudur. 2 metr sudur. Suyu çıxartmaq şərtində. Burada nə kimi qazdınız buranı? Siz yaşayış binasının altında kim icazə verdi ki, siz qazdınız? Heç kim icazə vermir. Və nəyə görə qazdınız onda? Su basır qazmışam. Məqsəd obyekt tikməkdirsə, bəs niyə vətəndaşların həyata təhlükəyə atılıb? Binanın təməl hissəsindəki torpaq qatını çıxararaq obyekt tikmək istəyirlər. Ancaq həmin şəxslər təkcə binanı qəzalı vəziyyətə salmayıblar. Eyni zamanda ərazidə deyilənə görə bir neçə ağac da kəsilib. Ötən əsrin 60-cı illərində tikilmiş bu bina hazırda təhlükə ilə üz-üzədir. Bu ilk belə fakt deyil. Sakinlər deyir ki, istismar müddəti başa çatmaq üzrə olan binanın son 3 il ərzində bütün zirzəmi hissəsinin təyinatını dəyişərək obyekt tikiblər. Bu yeri alan da gərək düşünsün, cəmaat da düşünsün, cəmaatı da nəzərə alsınlar. Olmaz axı belə. O təməl hissəsində çıxardıblar, orada bilsən monolit beton deyil, 2 tonluq lövhə betonlardır. Sadəcə olaraq üst-üstə qoyulub. Çökə bilər, hə? Niyə çökmür? Nə var? Gör nə qədər yüklənir bina. O dayaqlar ola bilər ki, bunlar kəsər, qapatsınlar, içəri girsinlər. Ekspertlər deyir ki, zirzəmisi olmayan binaların bünövrə hissəsinə edilən müdaxilə və ya əlavə zirzəmi hissəsinin açılması binanı qəzalı vəziyyətə salır. Hər hansısa bir çox mənzilli binaların zirzəmi hissələri və yaxud birinci mərtəbəli qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulursa, tikinti layihəsində həmin hissələrin möhkəmliyi nəzərə alınaraq həmin hissələr, bünövrə hissələri toxunulmaz hala gəlir. Hər hansısa bir yaşayış binasının qeyri-yaşayış sahəsinin çevrilməsi üçün onların daşıyıcı divarları sökülərkən bu binanın ümumi qəzalı vəziyyətinə gətirib çıxarılmış olur. Bu tip binalara əlavə müdaxilələr olunan zaman həmin binaların qəzalı vəziyyətinə gətirib çıxarır ki, hər hansısa bir tərpəniş baş verən zaman bu tip binalar daha çox həmin hissələrdən çökməyə başlayır. Abşeron rayon icra hakimiyyətinin hadisə yerinə gələn əməkdaşlarının sözlərinə görə yaşayış binasının təməl hissəsində aparılan qazıntı işləri aidiyyəti qurumların icazəsi olmadan qanunvericiliyin tələbləri pozulmaqla gecə saatlarında aparılıb. Qazılıb bura? Bilmirik, qazılmışdı, doldururuq. Nəyə görə? Valla bilmirik, səbəb bizə bir analitik. Qanunsuz qazılıb bura? Bəli. Bizə də göstəriş verildi ki, doldurulsun, biz də doldururuq. O da bildirildi ki, artıq qazılmış torpaq qatı əvvəlki vəziyyətinə qaytarılıb və binanın təməl hissəsində bərkitmə işləri görülüb. Bundan başqa, qanunu pozan bu şəxslərlə bağlı icra hakimiyyəti tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunub. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.